20 iyul 1969-cu il. Bu tarixdə bəşəriyyətin ən böyük sıçrayışlarından biri yaşandı. İnsanlıq ilk dəfə aya ayaq bastı. Amma bir çox insan hələ də bu hadisənin həqiqiliyinə şübhə edir. İddialar var ki, o fotolar Nevada səhrasında qurulan bir studiyada çəkilib. Bəzilərinə görə Amerika 1969-cu ildəki texnologiya ilə aya getmiş olsaydı, bu gün ay Amerikaya məxsus bir baza olardı. Bəs Amerika həqiqətən aya gedibmi? Gəlin faktlara nəzər salaq. 1969-cu il 20 iyul tarixində Apollo 11 missiyası çərçivəsində Amerikalı astronavtlar Neil Armstrong və Buzz Aldrin aya ayaq basan ilk insan oldu. Apollo 11 missiyası NASA tərəfindən həyata keçirilib və Armstrong, Buzz Aldrin və Michael Collins bu səfərdə iştirak ediblər. Missiya Saturn 5 raketi ilə Floridadakı Kennedy kosmik mərkəzindən havaya qalxıb. Armstrong aya enəndə məşhur ifadəsini səsləndirdi. Bu, bir insan üçün kiçik, amma bəşəriyyət üçün böyük bir addımdır. Bir çoxları bu sözü qabaqcadan planlanmış bir oyunun senarisi olduğunu düşünür. Çünki o dövrdə aya səyahətin orijinal görüntülərini izləmək istəyən Avstraliyalı alim John Sarkasyanın NASA-ya ünvanlanan müraciətinə NASA-nın görüntüləri tapa bilmirik deyə cavab verməsi konspirasiya nəzəriyyəçilərin bunun qurma olduğunu deyərək hərəkətə keçirtmişdi. Boron adlı astronavt Apollonun biabırçı bir şou səhnəsi olduğunu bildirərək Konqresə 500 səhifəlik bir hesabat sənədi hazırlayır. Elə bu vaxt nə baş versə yaxşıdır. Onun avtomobili qatarla toqquşur və o, ailəsi ilə birlikdə faciəvi şəkildə həlak olur. Hesabatdan isə heç bir xəbər çıxmır. Gus Grissom adlı astronavta gəlincə, o, Apollonun məlumatlarını qismən kənara sızdırdığından tutulur və bir müddət sonra yenidən kosmik uçuşlara qoşulmasına icazə verilir. Qısa bir müddət sonra onunla birgə digər iki astronavt kosmik gəmidə səyahətə çıxmaq üzrə olarkən nə təsadüfdürsə, kosmik gəminin içi qəfil alışır və qapıları aça bilmədiyindən içəridəki hər üç astronavt yanaraq ölür. Astronavtlar aya Amerika bayrağı sancdılar. Ay torpağı və daş nümunələr topladılar, həmçinin elmi cihazlar yerləşdirdilər. Bir çox insanlar aya enmənin saxta olduğunu və çəkilmiş görüntülərin sonradan hazırlandığını iddia edirlər. Onların əsas gətirdiyi məqamlar isə bunlardır. Bayraq dalğalanır, amma aydakı atmosferdə külək yoxdur. Ayaq izləri çox aydın görünür. Tozlu səthdə bu necə mümkün ola bilər? Ulduzlar görünmür. Bəs niyə heç bir ulduz şəkillərdə yoxdur? NASA sonradan orijinal videonu itirdi. Niyə belə bir səhvə yol verildi? İndi isə bütün bu suallara elmi və məntiqi cavablar axtaraq. Çünki ayda hava yoxdur, amma astronavtlar bayrağı sancanda onun hərəkəti dayanmayıb. Ona görə ki, bayrağın içində metal çubuq var idi və mexaniki təsir onu dalğalanırmış kimi göstərirdi. Çünki ayda torpaq sudan və havadan təsirlənmədiyi üçün toz hissəcikləri bir-birinə yapışır və ayaq izləri çox aydın görünür. Bu, fiziki olaraq mümkündür. Çünki astronavtlar ay səthində çox parlaq günəş işığı altında idilər. Kameraların ekspozisiyası ayın səthini düzgün çəkmək üçün ayarlanmışdı. Ona görə də zəif işıqlı ulduzlar görünmür. Bu, yer üzündə gündüz çəkilən şəkillərdə də belədir. Çünki 1969-cu ildə videolar yüksək keyfiyyətdə saxlanmırdı və bəzi lentlər sonradan başqa məqsədlərlə istifadə edilirdi. Lakin aya enişin orijinal görüntüləri başqa mənbələrdə qorunub saxlanıb və sonradan yenidən yayımlandı. İndi isə aya getməyin dəlillərindən danışaq. NASA-nın Apollo missiyasından gətirdiyi ay daşını alimlər yerdəki heç bir qayaya bənzətmir və onların həqiqətən ay mənşəli olduğunu təsdiqləyiblər. 2011-ci ildə NASA-nın yerləşdirdiyi aparat ay səthində bir çox görüntülər çəkib. Çin və Hindistanın kosmik aparatları da NASA-nın qeyd etdiyi eniş yerlərini təsdiqləyən məlumatlar əldə edib. 1969-cu ildə yüzlərlə astronom teleskoplarla Apollo 11 missiyasını izləyib. Bu, gizlədilə bilməzdi. Aya qoyulan cihazlar hələ də işləyir. 1969-cu ildən bu günə qədər alimlər ay səthindəki reflektorlardan lazer şüaları ilə məsafə ölçürlər. Əgər eniş baş verməsəydi, bu cihazlar necə işləyərdi? Soyuq müharibə dövründə Sovet İttifaqı Amerikanın hər hərəkətini izləyirdi. Əgər bu saxta olsaydı, Sovetlər bunu sübut etmək üçün əlindən gələni dərdilər. Lakin Sovet alimləri və kosmonavtları Apollo 11 missiyasının həqiqiliyini qəbul ediblər.
Bəs siz necə düşünürsünüz? Aya getmək mümkündür? Şərhlərdə fikirlərinizi mənimlə bölüşməyi unutmayın.